Herkese salam dostlar. C++ öğrenme seriyamızın 4-cü bölümü, yəni şərh bloklar bölümünə xoş gəlmisiniz. Gəlin bu bölümdəki əsas məqsədimizi izah edək. İlk öncə bir kod olsun deyə include göstəreyim. Using namespace std int main və buradakı cout salam. Biz səni hamımız başa düşürük. End line qoyaq. Aşağı sətirdəki return 0. İndi. Şərh ümumiyyətlə belə bir ilk öncə anlayışımız olsun ki, şərh nə deməkdir? Şərh kodu daha asan bir şəkildə anlamağa və əgər kod çox uzundursa və müxtəlif hissələrə bölünübsə, bunu müxtəlif hissələr, yəni hər bir hissənin nə olduğunu anlamağa yardım edir. Ona görə şərh bloku çox önəmli şeylərdən biridir. Belə baxaq. İlk öncə şərh, dəqiqə bunu səhv yazmışam. İlk öncə şərh dedikdə, məsəl üçün bir sətrin sonunda çoxu vaxt yazmağı düşünürlər insanlar. Məsələn, bu hissənin cout'un axırında yazaq şərh deyə. Əgər şərh yazmaq istəyirsən hansısa bir hissənin sonunda, axırında, biz burada 2-dən slash işarəsi qoyuruq və şərhimizi yazırıq. Məsələn, bu bir şərhdir yazaq. Daha sonra, məsəl üçün, biz şərh bloklarından böyük bir sətirdə istifadə etmək istəyir. Məsələn, belə yazmağa ehtiyac yoxdur. Baxın, məsələn, bir dənə belə yazırıq S, bir dənə belə yazırıq A, bir dənə belə yazırıq L və s. Amma bunu etməkdənsə daha asan bir yolumuz var. Slash, bir dənə ulduz qoyuruq. Daha sonra bura məsələn sözümüzü yazırıq. Keçək aşağı sətirə, məsələn yazaq bura A hərfi yazaq. Aşağı sətirdə L, ondan sonra A, sonra da M. Və burada da ulduz sonra slash işarəsi qoyuruq. Çünki birinci başlarında slash sonra ulduz qoymalıyıq və ulduz sonra slash. İndi nə deyə bilərsiniz? Niyə? Gəlin buna bir nümunə göstərim. Hansı məntiqlidir sizə? Bax, belə qoymaq. Yoxsa belə qoymaq. Yəqin ki, bunun da arasında belə sətirlər var. Yəni, belə qoymaq daha məntiqli olduğu üçün belə qoymaq lazım. Koda əsasən, qaydalara əsasən belə qoymaq lazımdır. Şərh sətrinə də salam sözünü yazdım. Bu şərh səthi, şərh bloku, şərh səthi bölümü idi. Növbəti, yəni 5-ci bölümdə görüşürüz.